Yoldaşlar salam. Sizlərlə mən qanunvericilik müəllimi, hüquqşünas Nadir Hacı. Ümid edirəm ki, keyfiniz, əhvalınız yerindədir. Bu gün sizlə Dövlət İmtahan Mərkəzinin növbəti testlərinə baxacağıq. Yoldaşlar, baxın 6-cı test Azərbaycan Respublikasının konstitusiyasına əsasən hüquq pozuntusu törədildikdən sonra yeni qanun hansı hallarda tətbiq edilir? Baxın, mən hər dəfə tələbələrə dərsdə bu misalı verirəm ki, deyək ki, Nadir gedib bir cinayət eləyib, məsələn, adam öldürüb və adam öldürən Nadir gedib türməyə. Mən çox sadə dildə danışmaq istəyirəm, yəni gedib türməyə və Nadirə deyiblər ki, Nadir, sən adam öldürdüyünə görə 20 il azadlıqdan məhrum olunacaqsan. Bir dənə də başqa bir adam var, adı olsun Əli. Əli də gedib oğurluq eləyib və deyiblər ki, Əli, sən də gedirsən türməyə və sən cəmsi 1 il azadlıqdan məhrum olunacaqsan. İkisi də deyək ki, eyni yerdədirlər. Nadir 20 il azadlıqdan məhrum edilib adam öldürdüyünə görə, Əli isə oğurluq elədiyinə görə 1 il azadlıqdan məhrum edilib. Nəysə, bunlar içəridə bir ay falan qalandan sonra təzə bir qanun nəşr olunub. Deyək ki, bunların olduğu yerdə televizor var və televizorda elan ediblər ki, bundan sonra adam öldürən insanlara görə maksimum biz 5 il cəza verə bilərik. 5 il türmədə qala bilərlər. Amma oğurluq edən adam isə minimum 15 il türmədə qalmalıdır. Aha. Yeni qanun Nadirin lehinədir. Amma Əlinin əleyhinədir. Əli həyəcandadır, Nadir sevinir. İndi bu yeni qanun kimə tətbiq olunacaq deyə bir sual yaranır. Axı biz köhnə qanunun olduğu dövrdə mühakimə olunmuşuq. İndi bir yeni qanun bizə tətbiq olunacaq yoxsa yox? Yoldaşlar, bu sualın cavabı sadədir. Yeni qanun Nadir barəsində tətbiq olunacaq. Nəyə görə? Çünki Nadirin lehinədir. Amma Əli barəsində əlbəttə ki, tətbiq olunmayacaq. Niyə? Çünki Əlinin əleyhinədir. Yəni bu pozitiv bir qanunvericiliyin pozitiv bir mövqeyidir. Baxaq 6-cı testdə A variantında deyir ki, yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət ağırlaşdırılmışsa, bu deyir ki, əgər ağırlaşdırılmışdırsa, o zaman deməli yeni qanun tətbiq edilir. Niyə? Nəyə görə ağırlaşmışsa? Niyə belə mənfi yanaşaq ki? B variantına baxaq. B variantında deyir ki, qanunun geriyə qüvvəsi olmadığı üçün heç burada. Xeyr, qanunun geriyə qüvvəsi var. Diqqətli olmaq lazımdır. C variantı. Yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışdırsa və ya yüngülləşdirilmişdirsə, cavabımız hazırdır. Bayaq Nadirin məsuliyyəti yüngülləşdirilmişdir. Qanunun geriyə qüvvəsi olduğu üçün hər bir halda. Bu əlbəttə ki, doğru deyil. Hər bir halda yox. Ancaq yüngülləşdirilən halda. 7-yə baxaq yoldaşlar. Azərbaycan Respublikasının konstitusiyasına əsasən hansı məsələlərə dair referendum keçirilə bilməz? Referendum olmaz deyir. Aha, dövlət rəmzlərinin dəyişdirilməsi. Niyə referenduma çıxarılmasın ki? Xalqın mənafeyi ilə əlaqədar bir məqamdır. Vergilər və dövlət büdcəsi. Baxın, keçən biz dərsdə də danışmışdıq, keçən videomuza baxa bilərsiniz. Vergi və dövlət büdcəsi xalqın, belə deyək, xalqa sən təqdim eləsən, xalq deyəcək ki, vergi olmasın, dövlət büdcəsi də mənə əmək haqqı artımı olsun və yaxud xalqa gəlsin. Ona görə də B variantı bizdə referendum keçirilə bilməyən məsələlərə aiddir. Dövlət sənədlərinin dəyişdirilməsi referendum olur, hətta yalnız referendum olur. Ölkənin müəyyən hissəsinə muxtariyyət statusunun verilməsi. Əlbəttə ki, bu xalqın mənafeyinə aid bir məsələdir və referendum keçirilə bilər. İndi tələbələrdə sual yaranır. Müəllim, axı konstitusiyanın heç yerində yazılmayıb ki, muxtariyyət statusu, rəmzlərin dəyişdirilməsi, bunda bu tipli ifadələr yoxdur. Biz hardan bilək ki, hansı məsələlərlə bağlı referendum keçirilə bilər, hansı məsələlərlə bağlı yox. İndi test bizə soruşur ki, hansı məsələlərə dair referendum keçirilə bilməz və keçirilə bilinməyənlərin sahəsi dardır və konstitusiyada öz əksini tapıb. Əgər siz konstitusiyanın 3-cü maddəsinə baxsanız,
Görəcəksiniz ki, burada baxın hansı məsələlərlə bağlı referendum keçirilə bilməz qeyd olunur. Sənə burdan kənar heç bir sual verilə bilməz. Ona görə də testdə variantın çıxdaş yolu ilə də tapa biləcəyin bir testdir. İndi 8-ə baxaq. Azərbaycan Respublikasının konstitusiyasında nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası muxtar dövlətdir. Heç mən digərlərini oxumuram. Bu Naxçıvana aiddir, yoldaşlar. Azərbaycan Respublikası muxtar deyil. 9-a baxaq. Azərbaycan Respublikasının konstitusiyasına görə referendumla həll olunan məsələlərə aid etmək olar. Baxın, həqiqətən də referendumla bağlı çox test düşür qəbula. Həqiqətən də çox test düşür. Deməli, referendumla həll olunan məsələlərə nəyə aid eləmək olarmış? Baxaq, Azərbaycan xalqının hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni. Çox razıyam. Xalqın hüququ, xalqın mənafe ilə bağlıdırsa, bəli, hər hansısa bir fərdin hüququ, hər hansısa bir fərdin mənafe ilə bağlıdırsa, xeyr, xalqın hüquq və mənafe ilə bağlı olduğuna görə razıyam. Azərbaycan Respublikasının konstitusiyasına dəyişikliklər. Bəli, konstitusiyanın qəbulu və konstitusiya dəyişikliklərin edilməsi əlbəttə ki, bu qəbildən məsələlərə aiddir. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi bir mənalı olaraq. Bayaq da dediyimiz kimi bu hissəyə aiddir. Dövlət sərhədlərinin müəyyən edilməsi düşmüşdü birinci testdə, xatırlayırsınızsa, o səhv variantımız idi. Qəsdən adam öldürmə cinayəti törədən əcnəbilərin cinayət məsuliyyətindən azad olunması, yəni amnistiyadan söhbət edir. Amnistiya və əfv etmə, 5-də də əfv etməni deyir, 6-da da vəzifəyə təyinatdan danışır. Yoldaşlar, baxın, bu 3 kateqoriya məsələ heç bir halda gördüyünüz kimi amnistiya, əfv etmə və vəzifəyə təyin edilməklə əlaqədar məsələlər. Bunlar referendumdan həll oluna bilməz. Əgər sən baş nazirin vəzifəyə təyin edilmə məsələsini xalqdan soruşsun, xalq deyəcək ki, filan kəsin çox yaxşı səsi var, filan kəsin çox yaxşı ürəyi var, yumşaq ürəklidir. Gəl bunu baş nazir kimi vəzifəyə təyin edək. Bu məsələlər əlbəttə ki, onlardan soruşulmayacaq. Azərbaycan Respublikasının konstitusiyasına görə hansı məsələni referenduma çıxarmaq olar? Yenə də referendumdan bağlı bir test. Baş prokurorun seçilməsi. Xeyr. Nəyə görə baş prokurorun seçilməsini çıxarda bilmir yoldaşlar? Çünki baş prokuror vəzifəyə necə təyin olunur? Baş prokuror vəzifəyə icra hakimiyyəti orqanının mənsub olduğu prezident tərəfindən, qanunvericilik hakimiyyətində təmsil olunduğu Milli Məclisin razılığı ilə vəzifəyə təyin olunur. Yəni, qanunvericilik və icra hakimiyyəti qarşılıqlı paslaşaraq onu vəzifəyə təyin edirlər. Əlbəttə ki, bunu biz götürməyəcəyik. Azərbaycan Respublikasının dövlət sənədlərinin dəyişdirilməsi. Daha artıq biz bunu əzbərlədik ki, dövlət sənədlərinin dəyişdirilməsi yalnız referendumdan olur. Mərkəzi Bankın idarə heyətinin sədrinin vəzifədən azad edilməsi. Yenə də yoldaşlar, vəzifəyə təyinatla əlaqədar bir məqam olduğuna görə biz bunu buradan götürmürük. Baxın, Mərkəzi Bankın idarə heyətinin sədrinin vəzifədən azad edilməsi çox maraqlı bir məsələdir. Mən bunu istəyərdim ki, sizə göstərim. Bəlkə də indi özünüz müstəqil oxuyanda bu hissələri hələ gəlib çatmamışsınız ola bilər, amma çatanlar üçün bir dənə bu hissəyə toxunmaq istəyirəm. Baxın, fikir verin. Deməli, Mərkəzi Bankın idarə heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi deməli kimə aid bir кейsdir yoldaşlar? Bu aiddir Milli Məclisə 95-ci maddəyə görə. Amma biz gəlsək 109-cu maddəyə. 109-cu maddədə görəcəyik ki, deməli, Mərkəzi Bankın idarə heyətinin üzvlərinin vəzifəyə təyin edilməsi Milli Məclisə aid olsa da, Mərkəzi Bankın idarə heyəti üzvləri sırasından sədri təyin etmək, sırf təyin etməkdir, yoldaşlar. Prezidentə aiddir. Amma o da idarə heyəti üzvlərindən biri olacaq, düzdürmü? Və onu vəzifədən azad etmək yenə də gələcək Milli Məclisin üstünə düşəcək. Bunu sadəcə istədim ki, biləsiniz. D variantı, əlavə dəyər vergisi faizinin aşağı salınması. Ay müəllim, mən heç əlavə dəyər vergisi sözünü görməmişəm. Mən hardan bilim, yəqin ki, budur, xeyr. Yenə də əlbəttə ki, burada nədən danışır? Vergilər, düzdürmü? Vergilər və dövlət büdcəsi. Xatırlayırsınız o maddəni. Vergilər və dövlət büdcəsi maddəsində öz əksini tapıb ki, bunlar referendum keçirilə bilinməyən məsələlərə aiddir. Əlavə dəyər vergisi yazmasın, sadələşmiş vergi yazsın.
Nə fərqi var ki? Hər bir halda vergiyə aid bir məsələdir. Ona görə referenduma çıxarıla bilməz. Bizdən isə referenduma çıxarıla bilən məsələləri soruşur. Cavab B. Davam eləyək yoldaşlar növbəti videoda.